Sonuncu. TikTok'un qaranlıq yüzü. Qaba TikTok'dan gəlmisən hə? Dilqənsə, mən minət eləyərəm, sən də dilqənsən. Alma cavabını. Haydi girdin sənə. Niye danışırsınız ben? Rusça da başka dilimiz de onda. Ben dışarı çıkmadan havarıyım. Nasılsın be? Ne bileyim be? Gel bize sütleşelim. Ay sen de bu boyda olar. Yo. Keşfetdən gəlmisən? Kikin keşfetindən gəldi. Sizcə bu sadəcə bir əyləncədir, yoxsa cəmiyyətimizin yavaş-yavaş sürdüyü rəqəmsal bir bataqlıq? Hər gün qarşınıza çıxan o keşfet əslində sizin vaxtınızı yox, şuurunuzu oğurlamaq üçün qurulmuş bir tələbdir. Azərbaycan yayınlarına baxırdım, gördüm oradan. Bu gün bu pərdəni biz Lap yaxşı. qaldırırıq. TikTok, Azərbaycanın o heç kimin danışmaq istəmədiyi, amma hamının izlədiyi qaranlıq üzünə səyahət edəcək. Xoş gəlmisiniz. Bura reallığın bitdiyi yerdir. Gəlin səmimi olaq. Telefonu əlimizə alırıq, məqsədimiz bəlkə də 5 dəqiqə başımızı qatmaqdır. Amma bir də ayılırıq ki, artıq gecə olub və biz tanımadığımız, bəlkə də həyatda heç vaxt salam verməyəcəyimiz insanların canlı yayımda Amma bu həqiqi reallıqdır ya. Anlıq vaxtını keçirmək üçün girdiyim bir şeydə 5 saat sonra özü görürsən ki, bəs mən hələ də scroll edirəm də. bir-birini təhqir etməsinə baxırıq. Özünə yoxsa! Tula, qarşıma ver! Salam, salam, xoş gəlmisən. Qarşıma ver! Azərbaycan TikTok segmenti. Bu ifadəni eşidəndə ağlınıza ilk nə gəlir? Elm, təhsil, incəsənət? Təəssüf ki, yox. Çoxumuzun ağlına ilk gələn şey söyüş, dilənçilik və mənəviyyatsızlıqdır. Amma bu videoda məqsədim kimi Söyüş çoxdur ha. TikTokda dəhşət Azərbaycanca elə belə yoxdur. Dəhşət çoxdur. linç etmək deyil. Məqsədim bu fenomenlərin niyə bu qədər məşhurlaşdığını və bizim, bəli, məhz sizin və mənim niyə onları izlədiyimizi anlamaqdır. Bugün Azərbaycanın ən sevilməyən, tənqid olunan, amma topda qalan TikTok tiplərini analiz edəcəyik. Hələ sən buna bax, görsən. Gəlin Azərbaycan TikTokunun qaranlıq ulduzlarını qruplaşdıraq. Onlar sevilmir, söyülür, amma hamı onları tanıyır və izləyir. Rəqəmsal dilənçilər. İri gövdəli, saqqallı kişilər və ya gənc qadınlar ekran qarşısında oturub heç bir Videonun səsini biraz açdı, azdır. məzmun yaratmadan sadəcə qışqırırlar. Dəstək olaq. Okeydir. Vur, vur, bir dənə şir gəlsə filan şey eləyəcəm. Amma bu insanlar əmək sərf eləmədən sadəcə insanların emosiyaları ilə oynayaraq pul qazanırlar. Çünki səhər saat 7-də oyanıb, tıxacda qalıb, bütün günü fiziki və ya zehni əziyyət çəkən insanlar görür ki, bu adam ekranda meymunluq eləyərək bu pulu 1 saata qazanır. Bu ədalət hissini zədələyir ki, absurd dramalar, məntiqsiz, mənasız hərəkətlərlə gündəmə gələnlər. Epek zat hepsine dön. Bel oldum. Hareket ediyor. İşte ham bu istilamda, ham bu istilamda. Yerde bu bilmiyorlar ki. Sıkışsınlar bir yere, sıkışsınlar bir yere. Onların qabiliyyəti yoxdur, səsi yoxdur, yumoru yoxdur. Sadəcə qəribə hərəkətlər eləyərək diqqət çəkirlər. İnsanlar onlara utanc verici hissi yaşamaq üçün baxır. Biz onlara baxıb gülürük, amma əslində onlar bizə gülür. Çünki baxış sayı bərabərdir pul. 3. Ailə dəyərlərini satanlar. Ən təhlükəli qrup. Canlı yayında ən ağır, ən tərbiyəsiz söyüşləri söyləyənlər. Ana bacı müqəddəs deyərlər, amma bu onlar üçün heç nədir. Təəssüf ki, Azərbaycan segmentində ən çox izləyici yığanlar da elə onlardır. İzləyicilər şərhlərdə onları tənqid edir. Nədənsə bizim Azərbaycanlılar, yəni bilmirəm, daha çox kaosun olduğu yeri sevirik. Yəni sakit biri gəlsin, bir şey video hazırlasın ya canlı açsın, gedib ona baxmazlar onsuz da. Hə də sözdür. Harda söyüş var, bizimkilər də oradadır. Amma yazdığınız hər mənfi rəy belə onları keşfetə salır. Keçək 4-cü hissəyə. Bu insanlar niyə sevinmirlər? Yaxşı, bəs bu insanlara qarşı olan Diqqət çəkmir çünki. Yəni belənsə, yəni sadə biri video açanda durduğu yerə heç kəs gedib baxmaz da. Başlayacaq söyüş söyməyə, cəmaət tökülüşəcək ora.
Ümumi nifrətin kökündə nə dayanır? Araşdırmalarım zamanı yüzlərlə şərh oxudum və əsas iradları sizin üçün topladım. 1. Asan qazanc təbliğatı. Gənclərimiz bu videoları izləyir və düşünür. Oxumağa nə ehtiyac var? Gedib TikToka girib 2 dəfə təlxəlik eləyib bahalı maşın sürəcəm. Bu təhsili və zəhməti gözdən salır. 2. Milli mənəvi dəyərlərin təhqiri. Azərbaycan cəmiyyəti ailəyə, böyüyə, hörmətə önəm verir. Amma TikTokda ən çox izlənən fenomenlər canlı yayında bir-birinin ən məhrəm məsələlərini ortaya tökür. Bu mədəni mentalitetimizi pozur Təəssüf və ki. ölkənin imacinə ağır bir zərbədir. Aqressiya və zorakılıq. O sevilməyən fenomenlərin hamısı aqressivdir. Qışqırırlar, hədə-qorxu gəlirlər. Bu aqressiya ekrandan sızıb evlərimizə, məktəblərimizə dolur. Məktəblilər arasında artan bullyingin bir səbəbi də elə bu TikTok qəhrəmanlarıdır. 4-cü hissə, psixologiya. Bəs biz bunlara niyə baxırıq? İndi gəlin iynəni özümüzə batıraq. Əgər bu adamlar bu qədər sevilmirsə, bəs necə olur ki, canlı yayımlarında 5000, 10000 adam olur? Onları məşhur edən kimdir? Biz. Biz bir şeyə nifrət etsək də ona baxmaqdan özümüzü saxlaya bilmirik. Niyə? Çünki o insanların səviyyəsizliyini görəndə özümüzü onlardan daha ağıllı və səviyyəli hiss edirik. Beynimiz deyir, bax sən belə deyilsən, şükürlər olsun. Bu da bizim egomuza sığal çəkir. TikTok alqoritmi Hələ bu yaxşıdır ya. Bəziləri var. Bir insanın canlısı sevməyə, yəni nifrətli olduğu insana gedib onun chatində yazır. Nifrətini göstərir də. Amma fikirləşmir ki, ona izləyici gətirir o. Yəni onun kimi bir neçə nəfər fikirləşir, bir neçə nəfər gəlib o chatə yazır. İndi tərəfini tutar, tərəfini tutmaz, yenə də köməklik göstərir də əslində bir tərəfdən. sizi daim gərginlikdə saxlayır. O davalar, o qışqırıqlar beyninizdə həyəcan siqnalları yaradır. Siz nəticəni görmək üçün sona qədər izləyirsiniz. O sevilməyən fenomenlər bunu çox yaxşı bilirlər. Onlar bilərəkdən sizi qıcıqlandırır. Sizin yazdığınız hər mənfi rəy onların cibinə girən pul deməkdir. Onlar ləyaqətini satıblar. Bəli. Bəs Gördün? biz də Mən də deyim. vaxtımızı onlara satırıq. Həll yolu və sonluq. Bəs çarə nədir? TikToku bağlamaq? Təbii ki də xeyr. Qadağalar həmişə marağı daha da artırır. Çarə sadəcə ignor etmək mədəniyyətidir. Siz o bəyənmədiyiniz insanı paylaşanda dostunuza göndərib buna bax nə gündədir Bax, razıyam. Onu birinə gedib paylaşmaqdansa birbaşa elə banına ginə. Deginə ki, mən maraqlanmadım bir içəri idi. O eləsinə yayılmayacaq axı heç. deyəndə əslində onu reklam eləyirsiniz. Alqoritm sizin nifrətinizi anlamır. O sadəcə aktivliyi görür. Əgər Azərbaycan gəncliyini, gələcəyimizi düşünürüksə, gəlin keyfiyyətli məzmuna dəstək olaq. Tarixdən, elmdən, texnologiyadan, hətta sağlam yumordan danışan gənclərimiz də var TikTokda, amma onlar trend olmur. Çünki onlara dəstək olmuruq. Gəlin bir qərar verək, söyüş söyənə, dilənçilik eləyənə, mənəviyyatı aşağı salana stop deyək. Onları izləməyək, şikayət Mən elə edirəm. Mən də ancaq elə şey edirəm. Məsələn, TikTokda bir şeyə baxıramsa sırf canlı deyil. Bir kontentdir. Yəni video şəklində də, short şəklində. Görən mənlik deyil də. Yəni onu bir qırağa çəkdim. Mən sırf Azərbaycanlılar mən öz TikTokumda görəndə banlayıram birbaşa. Bilirəm ki, məşhur olanlar kimlərdir də. Bildiyimdən banlayıram. Heç baxmıram. eləyək və keçək. Unutmayın, tələb olmazsa təklif də olmaz. O təlxəylərin səhnəsi bizim telefonumuzdadır. Biz ekranı söndürsək, onların şousu bitəcək. Siz bu barədə nə düşünürsünüz? Azərbaycan TikTokunda sizi ən çox narahat eləyən nədir? Hansı davranışları görmək istəməzsiniz? Şərhlərdən mütləq yazın, müzakirə edək. Videonu bəyəndinizsə kanala abunə olun ki, növbəti araşdırmalarımı qaçırmayasınız. Mən Myugu. Hələlik. Belə deyim də qaqa. Videonu sən hazırlamısan, yəni həqiqətən qəşəngdir, pis deyil. Bəyəndim, reallıqdan danışırsan. Bizim Azərbaycanın reallığıdır bu dəqiqə hal-hazırda. Bundan sağ gəlir. Bunlar nə haqqdadır? Çox sağ ol. Ya məncə reallıqdır. Püstəki çox doğru şəkildə fikri bildirmisən. Yəni onu yaymaqdansa birbaşa yəni ignor eləməyin daha məntiqlidir. Videomu izləyən yayıncılara attığım yan kanal var. Ata bilərəm izlədiyi. Problem yoxdur, ata bilərsən. Neçə nəfərə izlətmisən? Qonşular nə deyər? Biz bu qorxudan haradan gəlir? Bu da maraqlıdır. Yan kanalda cəmi bir video var. Yan kanaldansa şey də eləyə bilərsən. Mellohun izləyib. Hə, sən DC-dən gəlmisən, hə? Bu qaqaş.
Hə, gözə gedirəm. Gedirəm, az qalıb. Qış. Mən də təzə girmişəm komandaya. Problem yox da. Narahat olma. Paylaşa bilərsən, icazəsini verirəm, səs kaydını da götürərsən istəsən. Sabah bugün səni şikayət eləsəm, rahatlıqla deyərsən ki, icazəni veribsən. DZ-dən gel. Yo, Azərbaycan tağında yayın açan bütün yayıncıları izləyirəm. Çox sağ ol dəstəyin üçün. Yəni çoxsu şeydə olur. Ümumiyyətlə Kikdə Azərbaycanlar az olur. Belə də şikəri izləyirsinizsə, həqiqətən yaxşıdır. Niyə də yəni Azərbaycanda inkişaf eləməsin də? Başqa yerdə inkişaf edir. Mən hələ ki türkləri görəndə dəhşət qısqanıram. Elə də sənin kimi insanlar gedir, video hazırlayır, kontent hazırlayır. Və onu da gəlib canlıda izləyirik. Çox maraqlı deyil. Sən əziyyət çəkirsən, qəşəng bir kontent hazırlayırsan, yayında da tutaq ki, müəyyən bir kütlə var. O kütlə də gəlib səni dəstək eləməyə çalışır. Sənin kanalı var. Kanal yaxşıymış amma. Abunə ol. Demir. Mən 2017-dən izləyirəm TV-ci qırağından baxanda. Xoş gəlir. Elə mən də hardasa 2017-də falan başlamışam. Çox sağ olun, minnətdaram. O videolara da baxaq da onda. Bunları da girəcəm. Kayıtlarını istəyərsən götürərsən. Bu mənə maraqlı gəlir. Məsələn, qonşular nə deyər hesabı həqiqətən Azərbaycanda dəhşət çox yayılan bir şeydir. Azərbaycan yox, Türkiyədə də var bu. El alem nədir? Məsələ odur. Bizdə qonşular nə deyər deyirik, onlar elə deyir. Görəsən qonşular nə deyər? Komşular eşiter bizden. Komşular eşitmesin. Valla görəsəm qonşular Yok, nə deyir? Hayır baba, Yok, hey, qonşulardan komşular değil ama danışmaz. komşulardan Görəsən hayır. qonşular nə Komşular deyər? eşiter. Bizdə çox qəribə bir şey var. Hər hansı bir şeyi eləməmişdən əvvəl görəsən qonşu nə deyər deyə düşünürük. Sanki görünməyən bir göz var və hər addımımızı izləyir. Hamımızın içində gizli bir polis oturub və bu polis heç vaxt rahat olmayacaq. Bu fikir bizə Video montajların qəşəngdir, bəyəndim. Şeydir, professionallar kimi eləmsən. Yayınlarda baxırdım, çoxsu belə hazırlayır. Və qəşəng də alınıb. hardan gəlib? Bizdə qonşu nə deyər düşüncəsi yeni deyil. Bu Sovet dövründən qalmış bir mirasdır. O vaxt hamı bir-birini tanıyırdı, hamı bir-birinə qarışırdı, hamı eyni həyətdə yaşayırdı. Birinin qapısının qabağında səliqə olmasa, bunu bütün bina bilirdi. Bir ailə dalaşsa hamı eşidirdi və insanlar təhlükəsiz qalmaq üçün bir qaydaya öyrəşdi. Heç vaxt çox seçilmə və heç vaxt çox fərqlənmə. Çünki fərqlənən adam ya danışılırdı, ya da hədəfə çevrilirdi. Bu psixologiya bu günə qədər gəlib çatıb. Bəs niyə bu gün də davam edir? İndi dövr dəyişib. İnternet var, sosial şəbəkələr var, amma maraqlıdır. Qonşu nə deyər düşüncəsi niyə hələ də qalır? Çünki insan nə qədər sosial mediaya da girsə, içində hələ də bir qorxu var. İnsanlar məni necə görəcək və haqqımda nə fikirləşərlər? Bəzən biz həyatımızı da belə yaşayırıq. Bir şey almaq istəyirik, amma ayıb olar deyirik. İdman eləmək istəyirik, amma hamı baxar deyirik. Videoya başlamaq istəyirik, bizə gülərlər deyirik. Ən gülməlisi də odur ki, bu hamı dediyimiz adamların 99% öz həyatından bezib heç bizə baxmır belə, amma beynimiz Bu etdə heç kəsi bir yerə veciv almayasan, yəni tanışlarından başqa. Yəni sənə yaxın olanlardan başqa qalanların fikri, yəni vacib deyil. Əsas sənin öz fikrindir. Ay, bunlar hələ də o düşüncələr boş var. iş. Görəsən nə deyər? Ən pis tərəfi nədir? Bu fikir bizi yavaş-yavaş məhv eləyir. Niyə? Çünki bu başqasının fikirləri ilə yaşamaq deməkdir. Sən öz həyatını yaşamırsan, sanki xalqla şərik həyatı yaşayırsan. Bir arzun var, düşünürsən, bir addım atmaq istəyirsən, təxirə salırsan. İllər keçir, amma sənin qərarların sənin deyil. Hətta xoşbəxt olmaq istəyəndə belə qonşu nə deyər deyə düşünən insanlar var. Bu çox acıdır, amma çox da realdır. Bu davranışın psixologiyası. Bir psixoloji həqiqət var. İnsan özünü kifayət qədər güvənli hiss eləməyəndə başqasının fikrinə sığınır. Bu bir mentaldır. Hər birimiz içimizdə kimdənsə qəbul almaq istəyirik, amma problem odur ki, biz kimdən qəbul aldığımızı seçmirik. Bəzən elə adamlardan təsdiq gözləyirik ki, hətta onların belə öz həyatında heç bir şey yolunda getmir. Amma onların sözləri bizi saxlayır. Sənin özünü pis hiss eləməyin səbəbi bəlkə də budur. Öz həyatını özün üçün yox, kütlə üçün yaşamağa çalışırsan. Bəs bu fikirləri necə qıra bilərik? Tək bir şeylə.
Çünki mən belə istəyirəm cümləsi ilə. Bu ego deyil, bu özünə sahib çıxmaqdır. Heç kəs sənin ayaqqabılarınla getmir, heç kəs sənin ağrılarınla yaşamır, heç kəs sənin yerinə yatmır. Sən yaşayırsan, sən çəkirsən, sən xərcləyirsən və sən arzuluyursan. Onda qərarı da elə sən verməlisən. Biraz qəribə səslənə bilər, amma bunlar doğrudur. İnsanların 90% sənin haqqında 10 saniyə düşünəcək və sonra öz həyatlarına qayıdacaqlar. Biz həmişə Yəni mən də onu fikirləşirəm də. Yəni bu insan səni tanımır. Uzaqbaşı nə qədər fikirləşə bilər də. Yəni bu hərəkəti sən elədin. Yaxşı. O gedib onu başqasına deməyəcək axı. Səni onsuz tanımır bu insan. Sadəcə deyib güləcək. Tutaq ki güldü. Sənə gülür. Sənin elədiyin hərəkətə. 1 dəqiqədən 2 dəqiqədən sonra o yaddan çıxacaq onsuz. deyirik. Həyat qısadır, amma əslində həyatı qısaldan şey vaxtın az olması deyil. Həyatı qısaldan başqalarının fikri ilə yaşadığın illərdir və bir gün başa düşəcəksən, nə qonşu, nə çevrə, nə də bu dünya heç biri sənin yerinə yaşamayacaq. Bu gün bir qərar ver, özün üçün bir addım at və yadında saxla. Sənin həyatının səsi hamının fikrindən daha yüksək olmalıdır. Axırda da nöqtəsini qoydun ha. De qulaq asaq. Sənin həyatının səsi hamının fikrindən daha yüksək olmalıdır. Düşüncə tərzin qəşəngdir. Bəyəndim. Video kontent olaraq da yəni çox yaxşı hazırlamısan. Yəni o TikTok'dakı kontentlər indi bayaqki məsələyə gəlir. Həmin o TikTok'dakı kontentlər məşhur olmağındansa sənin kanalın məşhur olmayıb bir neçə Azərbaycan gəncinə deyim də, böyüklər də artıq işlərindən keçir. Bir neçə Azərbaycan gəncinə yəni çox dəstək ola bilər. Yəni psixoloji cəhətdən tamamilə dəyişdirə bilər insan həyatını. Razıyam. Videoların tez-tez gəlir. Təzə başlamısan ya. Yaxşıdır, pis deyil. Hə, davamlı şəkildə atsan yaxşı olacaq. Davamlı şəkildə hər 2-3 gündən bir göndər kanala. Get İzzət yayıncılara. Hazırla gəl yayına. İzləyəcəm, narahat olma. Qaqalara baxızdırmalıdır. Hə sən? Mənim deyən oğlanlara. Minnətlərim. Niyə telefon elimizə sala bilmirik? Dopamin asılılığı. Ya bunun üçün mən söz deməyəcəm. Biz hamımız beləyik. Telefon olsa salmırıq işte. Hər gün telefondayıq. Telefonsuz günümüz yoxdur. Sən özün razısan ki, bəs telefonsuz şey eləməkdə, yəni günümü keçirtməyə. Bir çox işin telefondadır olsa. Telefondur, kompüterdir, yəni onların başındasan. O iş videoyu deyə hər kəsə hitap etsin deyə hazırladım. Ya elə onu demirəm, ümumiyyət edirəm. Diqqət çəkmək üçün. Bir dəqiqə. Sən də elə eləyirsən ki, yatmamışdan əvvəl son dəfə bir baxım deyib telefonu əlinə alırsan. Bu niyə zarafatsız belədir? Telefon niyə yatmazdan qabaq əlimizə alırıq? Ondan sonra 2 ya da 3 saat sonra yatırıq. Bu təkcə mən edirəm, yoxsa çox gənc edir bunu? Həm telefona baxmadan yatamıram. Yerə baxam sonra yatam. Və birdən saat 3 olur. Bu videoda sənin beynində nə olduğunu açıqlayacağam ki, videodan Hər kəsə sonra belədir telefonu məncə. Hər kəsə belədir məncə. Məncə vücut dopamin səviyyəsindəndir. Məndə də belədir. Bu da hamı da elədir. Bu gəncdən sonra şeylədir. Ekran saatım çox fazla moruk. Ekran saatım məndə də çoxdur. Axırda ölsəm 25 saat çıxacaq.
bir saat əlinə almaq istəməyəcəksən. Başlayırıq. 2025-ci ildə orta bir insan gündə 145 dəfə telefona baxır. 145 dəfə. Bu o deməkdir ki, hər 6-7 dəqiqədən bir beynimiz bəyənmə, mesaj, bildiriş gözləyir və ən dəhşətlisi bu asıllıq siqaretdən və hətta bəzi narkotiklərdən belə daha güclüdür. Kanadada aparılan araşdırmada iştirakçılara iki seçim verilib. Bir gün siqaret çəkməyəcəksən ya bir gün sosial şəbəkədən istifadə etməyəcəksən. 70% siqareti seçib. Sosial media beynimizə siqaretdən də daha ağır zərbə Sigaret çəkənlərə yeni tərgitmə yolu tapdın. 70% deyir. Sigaret çəkənlər artıq sigareti tərk edəcək. 70%. vurur. Dopamin nədir və niyə qumar maşınına bənzəyirik? İndi sənə elə bir şey deyim ki, şoka düşəcəksən. Like-a basanda beynində dopamin ifraz olunur. Dopamin bərabərdir həzz hormonu. Amma ən maraqlısı burasındadır ki, dopamin ən çox gözləyəndə ifraz olunur. Alınarkən yox. Yəni qısaca belə başa sal. Sən postu yerləşdirəndən sonra telefonuna baxanda gələcəkmi sualı ən böyük həzzi verir. Bu tam olaraq qumar Mən də yayın açanda edirəm də, açıram izləyici gələcəkmi deyə dopamin səviyyəsi yüksəlir. maşınının mexanizmidir. Qumar maşınında udmaq yox, bəlkə bu dəfə udaram sualı insana saatlarla oturdu. Instagram, TikTok, Facebook hamısı dünyanın ən böyük qumar maşınıdır və sən onların içində oynayırsan. Sənə iki real hekayə danışacağam. 2019-cu ildə 16 yaşlı İngilis qızı Molly Russell intihar elədi. Ailəsi telefonunu açanda gördü ki, qızları Instagramında 2100-dən çox intihar və depressiya ilə bağlı kontentə bəyənmə basır və algoritmada ona ən çox bəyəndiyi şeyi göstərir. Daha çox intihar kontenti. Bu gün də eynidir. Sən nə qədər çox bəyənirsənsə, algoritm sənə bir o qədər ağır kontent göstərir. Beynimiz də bunu mükafat kimi qəbul edir. Beynimizin necə aldadıldığını sənə ən sadə üsulla danışacağam. Beyin, dopamin, telefon. Beynimiz 200 min il əvvəl ovçu toplayıcı üçün yaradılıb. O vaxt dopamin belə işləyirdi. Meyvə tapdın, dopamin. Təhlükədən qaçdın, dopamin. Cütləşdin, dopamin. İndi isə like gəldi, dopamin. Storyyə baxdılar, dopamin. Mesaj gəldi, dopamin. Və beynimiz də təbii olaraq düşünür ki, bu həyati vacib bir şeydir. Məhz ona görə də telefonu əlimizdən buraxa bilmir. Ən böyük yalanlarımızdan biri də odur ki, bunu mən özüm idarə edirəm. Sən də deyirsən ki, mən asılı deyiləm. İstəsəm Və bu məsələ 100% doğrudur. Dopaminə görədir. Sigaret çəkən birinə gedib deyirsən ki, sən sigaret çəkirsən, tərk edə bilmirsən. O deyir, yox, mən istədiyimdəndir. Və bu yalandır. Elə bir şey yoxdur, mümkünatı yoxdur. Dopamin səviyyəsi onsuz da onun qanında var artıq, o cəlb edir onu. O bir həftə belə dözünü sıxsa, çəkməsə, yenə də gedib əvvəl-axır sigaret çəkəcək. Çünki artıq dopamin şəklində çevrilib. O sigaret çəkdiyində sən həmin bayaq verdiyin mesaj kimi like bərabərdir dopamin yazmısan, ha? O da onda elədir. Yandırdığı bir sigaret bərabərdir dopamin. Yəni bu dəqiqə günümüzdə telefonun idarəsi də, yəni sosial şəbəkədə idarə eləmə eyni səviyyədədir. Yəni sən ondan uzaqlaşmayın çətindir. buraxaram. Gəl bir test eləyək. Telefonu indi 30 dəqiqə səssizə qoyub kənara qoy. Əgər bunu eləyə bilirsənsə təbriklər. Sən 5%dəsən. Yox, əgər bunu eləyə bilmirsənsə, xoş gəlmisən klubumuza. Yaxşı, təbii olaraq deyə bilərsən. Bəs nə etmək olar? Sənə 2 real üsul deyəcəm. Yatmazdan əvvəl telefonu başqa otaqda qoy. Çünki biz telefonu yaxın yerə qoyanda istər-istəməz fikrimiz və beynimiz onda qalır. Və əlçatan bir yerdə olduğuna görə asanlıqla beyin telefonu götürməyi daha üstün Bunu yoxlamışdım. 2 il bundan qabaq. Belə bir video çıxmışdı qabağıma, yoxladım. Tənbəllik eləməyib yerimdən durub gedib götürmüşdüm. tutur. 20 dəqiqə qaydası. Telefona baxmaq istəyəndə 20 dəqiqə özünü sıx və gözlə. Baxma və 90% halda bu istəyin keçib gedəcək. Və ekstra olaraq sənə bir üsul daha deyəcəm. Hər gün bircə saat telefon detoksu elə. Başlanğıcda çətin ola bilər, amma sonra getdikcə asanlaşır. Bu gün də telefonu əlinə alanda özünə bir sual ver. İndi beynimi alladıram, yoxsa həqiqətən də buna ehtiyacım var? Əgər bu video sənə biraz da olsa kömək oldusa, bəyən, paylaş və kanala abunə ol. Sağ ol ki, sona qədər baxdın. İndi gedib telefonu biraz kənara qoy. İndi mənim o detoks məsələsinə gəlsə, mənim oradakı fikrim bilsən nədir? Ümumiyyətlə bu videodakı fikrim bilsən nədir? Biz telefona baxırıq, sosial şəbəkəyə baxırıq, çünki bizim görə biləcəyimiz bir iş yoxdur. Biz özümüzü boş hiss edirik deyə gedib videolara baxırıq. Sən nə qədər çalışsan, nə qədər üzərində işləsən, bir o qədər vaxtın gedəcək, vaxtın qalmayacaq. Yəni normal bir şəkildə telefona baxa bilməyəcəksən. Yəni bu onu göstərir ki, Azərbaycan xalqı ümumiyyətlə çox boş işlərlə məşğuldur.
Qəşəng çəkim. Məncə də qəşəng çəkim. Çox boş işlərlə məşğuldur. Yəni özlərinə vaxt ayırmırlar. Gedib ancaq telefonda fırlanırlar. İçində mən daxil. Videolar qəşəngdir. Davamını gətir. Yəni baxarıq. Normalde mən oyun yayınları açıram. Oyun yayınlarından qabaq baxmaq olar. Çünki belə professional şəkildədir. Xoşum gəlir. Bir də yan kanal demişdim varında. Desən chatten getdi.